Hörmətli müəllimlər və müqə hazırlaşan müdavimlər. Bu videoda sizə Azərbaycan relyefi mövzusunda MİQ səviyyəli sualın izahını təqdim edəcəyəm. Vaxt itirmədən keçək sualın izahına. Cədvələ əsasən uyğunsuzluğu müəyyən etməyimizi istəyir. Böyük və Kiçik Qafqaz tektonik zonalarında su buzlaq düzənliklərə rast gəlinir. Bu doğru ifadədir. Azərbaycanın geomorfoloji xəritəsində göstərilir ki, Böyük və Kiçik Qafqazın şimal-şərqində su buzlaq düzənlikləri mövcuddur. Ceyrançol alçaq-dağlığında denudasiya uğramış lokalitlər geniş yayılıb ifadəsi yanlış ifadədir. Lokalitlər vulkanik süxurlardır və vulkanik yaylada geniş yayılıb. Yanlışa yanlış verib deyə bu da uyğundur. Xəzər dənizi sahillərində abrozyon defilyasiyon düzənliklərə rast gəlinir ifadəsi doğru ifadədir, lakin qarşısına yanlış verilib. Deməli, uyğunsuzdur. Muğan və Salyan düzlərində Kürün qədim və müasir deltalarına rast gəlinir ifadəsi doğru fikirdir. Doğrunun qarşısına doğru yazıldığına görə uyğundur. Murov dağ sistemində Nival buzlaq relyef formalarına rast gəlinmir fikri yanlış fikirdir. Murov dağ sistemində buzlaq landşaftı olmasa da, Nival landşaft olmasa da Nival buzlaq relyef formalarına rast gəlirik. Yanlış fikrə doğru verib deyə uyğunsuzdur. Mil və Muğan düzənlikləri iri gətirmə konusları mövcuddur. Təbii ki, gətirmə konuslar dağətəyi düzənliklərdə olar. Mil və Muğan düzləri dağətəyi düzənlik olmadığı üçün bu yanlış fikirdir. Yanlışa doğru verib deyə uyğunsuzdur. Sualın şərtində bizdən uyğunsuzluğu istədiyinə görə mənfiləri götürməliyik. 3, 5 və 6. Yəni D variantı sualımızın doğru variantıdır.